Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz. Sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla studiyada mənəm Xanlar Mehdiyev. Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev qonağımızdır. Hər vaxtınız xeyir Cəbrayıl müəllim. Hər vaxtınız xeyir Xanlar bəy. Mən də öz növbəmdə həm dinləyicilərimizə, həm də izləyicilərimizi salamlayıram. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində hansı işlər görülür? Hər dəfə gələndə yeni informasiya verirsiniz, bu dəfə də siz dinləyək. Təşəkkürlər bir daha. Ümumiyyətlə həm yaşıl enerji zonası çərçivəsində, həm də digər istiqamətlərdə Qarabağ və Şərqi Zəngəzur rayonlarında kifayət qədər sürətli işlər görülməkdədir. Bu günləri təxminən həmin ərazidə 80 mindən yuxarı əhali qrupu həm çalışır, həm yaşayır, həm təhsil alır. Yəni bu çərçivədə onlar birbaşa olaraq yaşıl enerji zonasına uyğun olaraq artıq görülən işlərlə də əyani tanış olurlar. Çünki ora köç edən vətəndaşlarımız enerji səmərəli evlərlə təmin olunur. Çünki bildiyiniz ki, enerji səmərəli evlər yaşayan insanlar enerji istehlakı daha aşağı olur, daha qənaətli olur, daha komfortlu mühitlə yaşayırlar və bundan başqa qeyd etmək istəyirəm ki, həmin evlərin üzərində damüstü günəş panelləri quraşdırılır 3 kilovat gücündə əsasən və bu da vətəndaşlarımızın yaşıl enerjidən əldə etdiyi yaşıl enerji istehsalını ilə öz istehlakını qarşılamağa şərait yaradır. Bununla yanaşı yaşıl enerji zonasının prinsiplərinə uyğun olaraq bildiyiniz kimi sənaye miqyaslı layihələr də icra edilməlidir. Bu istiqamətdə həm yerli, həm xarici investorlarla artıq layihələrin belə deyək icrası davam edir və bu ilin daha doğrusu bu ayın əvvəlində artıq Şəfəq Günəş Elektrik Stansiyasında, yəni BP şirkətlə icra olunan Şəfəq Günəş Elektrik Stansiyasında artıq ilk günəş panelinin quraşdırılmasına başlanıldı. Xatırlayırsınızsa biz ötən dəfə danışanda bildirirdik ki, artıq yekun investisiya qərarı verilib. Artıq bu ilin aprel ayında artıq panelin quraşdırılmasına başlanıldı və gələn ilin ortalarında təxminən stansiyanın tam olaraq istismara verilməsi nəzərdə tutulur. Bundan başqa Cəbrayıl rayonunda hər birinin gücü 50 meqavat olmaqla Şəms və Üfüq günəş elektrik stansiyaları da yerli investorlar tərəfindən qurulmalıdır, icra edilməlidir. Onların da təməl qoyma mərasimi ötən ilin sonlarına yaxın olmuşdur və həmin ərazidə artıq mobilizasiya işləri gedir və yaxın vaxtlarda orada da artıq tikinti quraşdırma işlərinə başlanılacaq. Və yerli şirkətlərdir. Və bunlar yerli şirkət. Yəni sevindirən budur. Artıq yerli şirkətlərin də bu sahəyə marağı var. Yəni bu günə qədər ilk dövrlərdə biz əsasən xarici investorlarla işləyirdik. Artıq yerli şirkətlərdə marağı var və sevindirici haldır ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji təminatında həm yerli, həm də strateji olaraq xarici investorlar cəlb olunub və işlər icra edir. Ümumiyyətlə vətəndaşlarla bağlı istərdim ki, bir sual verim. Adətən o günəş panellərini qoyurdular. O vaxtı təzə başlanmışdı bu proses. İndi vəziyyət necədir? Ümumiyyətlə o aktivliyi artıbmı? Mən qeyd etmək istərdim ki, məskunlaşma planlarına uyğun olaraq təbii ki, kənd, qəsəbə, rayonların sayı da artıq artır və bu günə olan məlumata əsasən 2000-dən yuxarı istər fərdi yaşayış evi olsun, ictimai sosial binalar olsun, onların üzərində 7 meqavatdan, yəni 7000 kilovatdan artıq damüstü günəş panelləri quraşdırılmışdır və adətən konsepsiyada uyğun olaraq fərdi yaşayış evlərində 3 kilovat gücündə damüstü günəş panelləri sistemi dövlət tərəfindən quraşdırılır və vətəndaşlarımıza pay verilir. Bu 3 kilovatlıq sistem təbii ki, yaşıl enerji istehsal etməklə yanaşı vətəndaşlara həmin öz istehlakını qarşılamaq, artıq qalan enerjini şəbəkəyə ötürməyə imkan yaradır və sevindirici haldır ki, həmin ərazilərdə günəş enerji sistemi quraşdırılan zaman artıq iki tərəfli sayğacların tətbiqinə də başlanılmışdır. Bu sayğacların əsas məqsədi import-eksport sayğacları deyirlər. Yəni vətəndaşların istehlakından artıq qalan elektrik enerjisini hansı ki şəbəkəyə ötürür, onu hesablaya bilir və bu vətəndaşlarımıza imkan yaradacaq. Onu növbəti aylarda
əvəzləşdirsin və ilin sonunda hətta hesablaşma da edə bilərlər. Yəni şəbəkə ötürdüyü elektrik enerjisi, şəbəkədən aldığı elektrik enerjisinin çox olduğu təqdirdə artıq ilin sonunda həmin o belə deyək də elektrik enerjisi miqdarına uyğun olaraq enerji təchizatı müəssisəsindən ödəniş ala bilər. Amma bunun üçün əsas şərtlərdən biri təbii ki, aktiv istehlakçı kimi qeydiyyata alınmaqdır. Yəni vətəndaşlarımız müraciət etməlidirlər. Aktiv istehlakçı kimi qeydiyyata alınmalıdırlar, müqavilə imzalamalıdırlar. Orada təbii ki, bank rekvizitlərini göstərməlidirlər ki, bu proseslər tam olaraq şəffaf həyata keçirilsinlər. Ümumiyyətlə hazırda genişlənmə imkanı varmı yaşanan enerji çərçivəsində həmin ərazilərin? Yəni hazırda bizə maraqlı olan nə dərəcədə böyük bir ərazini artıq biz belə qeyd etmək istədim ki, təbii ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan olması bizim ölkəmizdə ilk təcrübə idi. Və mən ötən çıxışlarımda da bildirmişdim və bu təşəbbüs biz COP çərçivəsində də çıxış elədik bu təşəbbüs və bir çox 70-dən yuxarı bir çox ölkə tərəfindən dəstəkləndi. Artıq bizdə Naxçıvanın da yaşıl enerji zonası elan olunubdur və Naxçıvanda da artıq bu işlərə başlamaq niyyətindəyik. Hazırda Naxçıvanda yaşıl enerji zonasının yaradılması ilə bağlı konsepsiya sənədi hazırlanıb və bu hal-hazırda aidiyyatı qurumlarla razılaşdırılmaqdadır və bu razılaşdıqdan sonra oranın da konsepsiyası təsdiq olunacaq və növbəti mərhələdə Qarabağ və Şərqi Zəngəzurun müsbət belə deyək nəticələri artıq orada yönləndiriləcəkdir və orada da biz bu işlərin icrasına başlayacağıq. Ümumiyyətlə həmin ərazilərin elektrik enerjisinin tələbatı hansı mənbələrlə qidalanır? Hal-hazırda qeyd etmək istərdim ki, həmin ərazidə mövcud olan hidroenerji potensialının kifayət qədər istifadə edilir və ərazidə ümumilikdə 307 meqavat gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir. Bunlar Azarenerji ASC tərəfindən istismar edilir və qeyd etmək istərdim ki, 2024-cü ilin və 2025-ci ilin statistik rəqəmlərinə baxdıqda həmin zonanın elektrik enerjisi tələbatı tam olaraq yaşıl mənbələr vasitəsilə qidalanıbdır. 2024-cü ildə rəsmi rəqəmlər 550 milyon kilovat saat olmuşdursa, 2025-ci ildə, yəni ötən ilin sonlarında artıq bu rəqəm 750 milyon kilovat saat qeydə alınmışdır və bu da təxminən 160 milyon kubmetr təbii qaza qənaət deməkdir və təbii ki, görünən də ondan ibarətdir ki, bu cür layihələrin inkişafı gələcəkdə də bu ərazilərin yaşıl enerji təminatına töhfə verəcəkdir. Çünki bu günləri bildiyiniz kimi həmin ərazilərdə sayın daha da artması gözlənilir. Yəni şəhər, qəsəbə, rayon, kənd kimilərdə evlərin sayı artacaqdır, əhali daha çox məskunlaşacaqdır. Bu o demək ki, enerji tələbatı artacaqdır və məqsəd də odur ki, artan enerji tələbatını da tam olaraq yaşıl enerji mənbələri ilə qarşılansın. Və maraqlıdır ki, deyirsiniz, hər şey artacaq, insanlar da artacaq, yaşayanlar da artacaq, elektromobillər artacaq və şarj yerləri necədir? Bu da çox aktual mövzulardan biridir. Çünki ilk dönəmlərdə düzdür, elə biz şarj məsələlərini çox düşünə bilmirdik. Çünki yol infrastrukturu çox zəif idi. Mən xatırlayıram, əvvəllər Horadizdən yalnız Ağalıya gedəndə belə 2 saat yarıma gedib çata bilirdi. Artıq şükür Allaha ki, artıq yollar tam bərpa olunub və vətəndaşlarımızın da işğaldan azad olmuş ərazilərə getmələri üçün icazələr rahatlaşıb, rahat bir formada portaldan icazə alıb həmin ərazilərə gedə bilər. Bu isə artıq müəyyən bir kütlənin həmin əraziyə gedib çata bilməsinə şərait yaradır. Təbii ki, artıq tələb təklif əsasında bu ərazilərdə artıq elektromobillərin də sayı artır, həmin ərazilərə gedən əhalimizin də sayı artıb və nəticədə bu günləri tam olaraq demək olar ki, həmin ərazilərə gedən vətəndaşlarımız rahatlıqla elektrik doldurma qurğularından istifadə edə bilərlər. Bunlar istər Ağdam şəhərində mövcuddur, otellərin ərazisində, Zəngilan şəhərində, yəni digər istiqamətlərdə, əsasən də Azərişığın ASC-nin yarım stansiyalarında biz onların qabağına bir şərt kimi qoymuşduq ki, və həmin o yarım stansiyanın ərazisində çox rahat bir formada maşınlarını şarj edə bilərlər. Yəni rahat bir formada mənzillərinə sonradan geri qayıda bilərlər. Ona görə də əlçatanlıq təmin olunub. Hardasa təxminən
25-dən yuxarı artıq elektrik doldurma məntəqəsi həmin Sayda ərazilərdə. artacaq yəqin ki. Təbii ki, dediyimiz kimi Məskunlaşmaya görə. məskunlaşma yolu, tələb təklif əsasında artıq onun da sayına baxacaq, prioritet ərazilər müəyyənləşəcək və orada da yeni stansiyanın quraşdırılması istiqamətində addımlar atılacaq. Ümumilikdə bu boyda işlər görürük. Bəs vətəndaşlar bunu necə qarşılayır? Yəni vətəndaşların adaptasiya prosesi necə həyata keçir? Adətən öyrəşmişik də biz ənənəviyə. Yəni bizim üçün vətəndaşın heç bir problem yoxdur. Yandırırsan onu, işıq yanır. Sadəcə onun bu bir tərəfə öyrəşmək məsələsi. Vətəndaşlarımız təbii ki, ilk öncə belə deyək də, ən azı damüstü günəş panellərindən misal göstərsək, məsələn gördüyü zaman biz ərazilərdə olduğumuz zaman hər dəfə bildirirdilər ki, yəni bu texnologiyaların bizə faydası nədir? Bizim üstünlüyümüz nədir ki, biz bunlardan istifadə edirik? Tez xarab olacaqmı, olmayacaq? Tez xarab olacaq. Təbii ki, belə bir suallar verilir. Çünki onlar tərəfindən doğrudan da ilk belə deyək də texnologiya olaraq istifadə edəmədikləri texnologiyalardır və qeyd etdiyim kimi təbii ki, damüstü günəş panelləri enerji istehlaklarını qarşılayır. Artıq vətəndaş müəyyən bir dönəmdən sonra enerji istehlakında ödəniş zamanı əsasında hiss eləyəndə ki, artıq o əvvəlki aylarla müqayisədə daha aşağı bir məbləğ ödəyir. Artıq onlar da anlayırlar, başa düşürlər ki, bəli, bu artıq əbəs yerə deyil, günəş panellərinin hesabınadır və mən də hətta sizə bildirim ki, artıq müsbət bir dinamikanın şahidi. Məsələn, əvvəllər damüstü günəş panellərinin üzəri tozlanan zaman, digər onlar onun fərqində deyirlər. Artıq hiss eləyəndə ki, orada belə deyək də növbəti aylarda enerji qənaəti daha az olub, anlayırlar ki, bu tozdandır və başlayırlar onun üzərini təmizləməyə, qulluq eləməyə, xidmət eləməyə. Yəni bu artıq belə deyək də vətəndaşlar artıq onunla təmasdadırlar və ona görə də bir belə deyək də dəyərli bir əşyaları kimi. Çünki bunlar istər dövlət tərəfindən verilən bir dəstəkdir, sosial təminat məsələləridir. Yəni bunları nəzərə aldıqda vətəndaşların da artıq adaptasiyası hətta deyərik biz gözlədiyimizdən daha tez. Bəs indi onlar da indi təmir, bərpa, bu prosesdən necə eləsinlər, nə etsinlər? Təbii ki, bunlar elektrik qurğuları kimi nəzərdə tutulur və əgər təmir, bərpa olduğu zaman orada hansı şirkət ki, onu quraşdırıb 2 il müddətində ən azından texniki xidmət qarantiyası verir. 2 il müddətində texniki xidmət qarantiyasına uyğun olaraq hər hansı bir problem olarsa, o da çox nadir hallarda olur. O zaman şirkətə müraciət edir. Amma ümumi istehsalçı zəmanəti olaraq damüstü günəş panellərinə 25-30 il müddətində istehsalçı zəmanəti verilir və bu müddət ərzində həmin quraşdıran şirkət tərəfindən vətəndaşlarımıza dəstək göstərməyə yəni hazırdırlar. Çox təşəkkür edirəm Cəbrayıl müəllim. Sağ olun, təşəkkür edirəm. Var ol, uğurlu olsun və hər zaman gələndə yeni xəbərlərlə bizi sevindir. Minnətdaram, var olasınız. Və Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam eləyin. Sağ olun, salamat qalın.